Hər kəsə salam, hər vaxtınız xeyir olsun dostlar. Necəsiz? Əziz izləyicilər və əziz uşaqlar, bu gün sizinlə maraqlı və düşündürücü bir oyun çəkəcəyik. Mən sizə suallar verəcəm. Əgər düzgün hərəkətdirsə, həmin işarəni göstərəcəksiniz. Səhv hərəkətdirsə, çöndərin bir nə? Döndürün kağızınızı. O işarəni göstərəcəksiniz. Anlaşıldı? Hazırsınızsa başlayaq. O zaman diqqətlə qulaq asın və mənə cavab verin. Fikriniz məndə olsun, tamam mı? Arkadaşlar bir de size bir şey diyeyim. Hə, de. Hey ve yok oyununa benziyor. Hə, biz bu oyunu oynamışdıq. Hə, yox oyunu idi. Hardasa ona bənzəyir. Hazırsınızsa başlayırıq. Evet. Yalan danışmaq olar. Allah. Yalan danışmaq pis şeydir. Nə olur olsun biz həmişə həqiqəti deməliyik. Yaxşı? Oyuncaqları paylaşmaq olmaz. İzahidən deyəcək sözünüz varsa buyurun deyin. Arkadaşlar oyuncaklarınızı yoldaşlarınızla ve kim olursa paylaşın. Çünkü paylaşmak çok güzel. Paylaşmaq gözəldir, bəli. Bir de yemeklerinizi paylaşın. Ay, sağ ol. Hər şey paylaşmaq lazımdır. Paylaşmaq gözəldir dostlar. Paylaşdıqca artır sizdə olan əşyalarmı, yeyəcəklərmi? Əlaçıl olmaq gözəldir. Böyüklərə hörmət etmək olar. Böyükləri saymaq lazımdır. Aşkım düz tut annem. Düz tut. İşarəni yanlış tutmusan. Ay, sağ ol. Başqasının əşyasını icazəsiz götürmək olar. Bu düzgün hərəkət deyil. Mütləq sahibindən icazə almaq lazımdır. Askıranda, öskürəndə əlini ağzınıza tutmaq olmaz. Ay, sağ ol. Bu mədəniyyət qaydalarıdır da. Mütləq ağzımızı tutmalıyıq. Askıranda nə deyirik? Ağzınızı tutmayın. Və nə deyirik? Askıran olan insana, yoldaşımıza nə deyirik? Sağlam ol. Ay, sağ ol. Elhamdülillah deyirik, sağlam ol deyirik. Bir de yarhakan ol. Ay, sağ ol. Onu bəzi dostlarımız bilmir. Ben de bilmiyorum. Hə. Deməli, dostumuza kömək eləmək yaxşıdır, yoxsa pisdir? Kömək eləməliyik. Yardıma ehtiyacı olanlara mütləq kömək eləməliyik. Arkadaşlar birisi ya olsa ona kömək edin. Mesela atanıza deyin onu həkimə aparsın, sağlatsın. Söhbət ümumi xəstələrdən getmir də, şəfaya ehtiyacı olanlardan və yaxud da bunlardan getmir. Yalnız yəni ki, hər mənada köməyə ehtiyacı olanlara əl uzatmaq lazımdır. Təşəkkür lazımdır, yoxsa yox? Təşəkkür eləmək. Hı. Ay, səhv yaptım. Yanlış heç olmaz. Əsas odur dərk elə. Cəza olacaq. Yoldaşınla qışqıraraqdan. olacaq. Xeyr, cəza deyil, sadəcə elə sual-cavabdır. Yoldaşınla qışqıraraq danışmaq yaxşıdır, yoxsa pisdir? Əlbəttə ki, pisdir. Mülayim olmaq lazımdır. Bəli. Qışqırmaq çox Susmaq qızıldır. Qarşındakı nə qədər səhv və yaxud da düz olsa və yaxud da heç bir günah olmasa belə ona qışqırmaq düzgün hərəkət deyil. Qışqırmaq çox. Arkadaşlar sizə bir şey deyim. Danışın. Bir növbə ilə danışın aşkım, bir-birinizi gözləyin. Arkadaşlarımızda qışqırmaq çox pis bir şeydir. Çünki bizim ailəmiz dura bilər o yüzden. Hə. Əşyaları yerə atmaq düzgündür. Əşyaları yerə atmaq düzgündür. Diqqətli ol. Ona görə dedim ki, diqqətiniz məndə olsun. Oyundan sonra oyuncaqları ananız yığsın. Əksinə biz çalışmalıyıq ki, heç nə olmaz. Əsas odur ki, dərk eləyir və mənə cavab deyir. Mənə o qanidir. Mütləq analarınıza kömək eləyin. Oyuncaqlarınızı toparlayın, paltarlarınızı səlqəyə salıb yerinə qoyun. Ananıza mütləq kömək eləmək lazımdır dostlar. Çünki analar əziyyət çəkir, sizin əziyyətinizi çəkir. Düzdür, borcumuzdur, amma siz də öz məsuliyyətlərinizi yerinə yetirməlisiniz. Arkadaşlar bir de size bir şey diyeyim. Yoruma yazın ki ananıza hansı köməkdən edirsiniz ve oyuncakları yiyorsunuz yoksa patayı koyuyorsunuz yoksa odaları sərçəyiyə sarırsınız. Bəli, Elçin mənə qabları yumaqda bəzən kömək eləyir. Oyuncaqları yığmaqda, evi səlqə salmaqda kömək eləyir. Məryəm, sən anana köməkliklər eləyirsən? Bəzən otağımı yığışdırıram, anama kömək eləyirəm. Bir də şey yiyəm.
Yatak otağımdakı oyuncaqları qoyuram. Və son sual. Yoldaşınıza, yəni qarşınızdakı yoldaşınız olsun və yaxud da özünüzdən böyük, hətta dostunuz hər kim olur olsun, qarşınızdakını dinləmək vacibdir, yoxsa onun sözünü kəsib danışmaq vacibdir? Danışarkən söz kəsməmək olmaz, dinləmək lazımdır. Çünki böyüklərlə səsini kəsmək olmaz. Çünki böyüklər... Həmçinin yaşıtlarınızın da. Çünki böyüklər, onlar böyüklər. Böyüklərə iyi davranmaq lazımdır. O yüzden səsini kəsmək olmaz. Ay, sağ ol. Məryəm və Elçin, buyur, Haycan. Bu hörmətsizlik sayılır. Əlbəttə ki. Böyüklərin və yaşlılarımızın. Əlbəttə ki. Kağızlarımızı kənara qoyaq, şaq-şuq eləməsin, səslər gəlir. Hə, zaten suallarım bitdi sizə. Uşaqlar, Məryəm, Elçin və həmçinin bizi izləyən əziz dostlar, sağ olun ki, bu oyunda bizə qoşuldunuz. Ümid edirəm ki, əyləndiniz, hər şeyi daha yaxşı dərk elədiniz. Unutmayın ki, həmişə düzgün davranmaq, bir-birimizə hörmət eləmək daha vacibdir. Yeni videolarda görüşmək üçün kanalımıza abunə olun, videomuzu bəyənin və şərh bölməsinə şərh yazmağı unutmayın. Sağ olun əziz dostlar. Abunə olmayı, tuşuna basmayı unutmayın. Bir də yoruma şey yazın. Dedim ya, ailəmizə hansı köməklərdən edirsiniz? İnşallah yazarlar. Öpürəm sizi dostlar, sağ olun balaca dostlarımız. Sağ olun. Hələli, salamat qalın. Arkadaşlar size bir şey yapacağım. Hə, sağ ol əzizim. Bir də biliyorlar. Təşəkkür edirəm sənə də. Hadi sağ olun, salamat qalın. Size kucaktan öpücük ve ürək göndərirəm. Çox sağ ol. Dostlarımız, bu ürəklər sizlər üçündür. Sağ olun.